Alkenlər bölməsi 51-ci sual. Uşaqlar, deyir hidrogenin kütlə payının alkenin molar kütləsindən asılıdır. Ümumiyyətlə, uşaqlar, alkenin formulu CnH neçə n? 2. Karbonun kütləsi 12, hidrogenin kütləsi 1. Karbonun kütləsi olur 12n, hidrogenin kütləsi olur 2n. Elədir. Və bunların nisbətinə biz baxdıqda, bunlar ixtisar gedirlər 6-nın 1-ə. Yəni, n-in qiymətindən asılı deyil. Yəni, istəyirsən 2 karbonlu götür, istəyirsən 10 karbonlu. Həmişə karbonun hidrogenə nisbəti 6-nın 1-ədir. Əgər sən hidrogenin kütlə payını tapmaq istəsən, o zaman nə olacaq? O zaman 1-i bölməlisən 7-yə, vurmalısan 100-ə. Çünki bunun kütləsi 1-dir, ümumi kütlə neçədir? 7-dir. Vurmalısan 100-ə. O da təqribən 14,4 neçə edir də deyəsən. Təqribən 14%. Neçə faiz? İndi sizə sual verirəm. Mənim ilk nümayəndəm olan C2H4-ün kütləsi neçədir aşağılar? Yəni etilenin kütləsi. Neçə? 28. Ondan sonra gələn C3H6-nın kütləsi neçədir? 14 vay çoxdur da. 14 gəlir üstündə. Neçə edir? Ondan sonra gələn C4H8-də neçədir? 58. Nəsə düz eləmədi. 14 gələndə 42 edir. Sonraki neçə edir? Yəni kütlə 28 olanda, molar kütlə, uyğun olan pay neçədir uşaqlar? 14%-də təqribən, eləmi? Eyni zamanda 42-yə də neçədir? Yenə 14. 56-ya da yenə 14. Yaxşı, mənim bu nöqtələri birləşdirmək haqqım var, yoxsa yoxdur? O zaman burada düzgün cavab yoxdur. Düzgün cavab F bəndi. Necə olmalıydı? Nöqtələr. Nə olmalıydı? Nöqtələr. Aydındır?